Torunların o nəfəsi, mahnılarda yaşar bizim babaların ayak səsi. Bəli, babalarımızın ayak səsi, qəhrəmanlıq zamanəsi yaşadan dərin bir adı daşıyan Turan elindəyik. Salamlayıram hər birimizi. Çox sağ olun ki, ilk dəfə 100 illik və bağlı şəklimizdə tədbirlər olsa da, şəkillər kənarda ilk tədbirin qonağı. Eliniz, obanız var olsun. Mən mətbuatda çalışıram da, televiziyada da, bu yurda vaxtaşırı gəlmişim. Bu yurdun əmək adamlarıyla, ziyalılarıyla, qəhrəmanlarıyla, elə musiqi məşqləri, bu məşqlərlə də əlaqələrim oldu. Bugün isə çox gözəl bir təqdimatdan fəxr elədim ki, Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru kimi gəlmişim. Əvvəlcə hamımızın adından prezidentimizə minnətdaram ki, Bəxtiyar Vahabzadə öz dövründə yazır. Yaşamak yanmaktır, yarasan gerek. Hayatın mənası yalnız ondadır. Şan eder yanmırsa yaşanır demek. Onun da hayatı yanlarındadır. Ona istirada Mehmet Fahim deyirdi ki, kitap seçilmez ben olmasaydı. Zil hiç sorulmazdı ben olmasaydı. Gerçeğin derdini bilmezdi insan. Güçlü olmasaydı, ben olmasaydı. Muhammed'e Halife İsmail Eylül Bəxtiyar Vahabzadə, Muhammed'e Halife deyirdi ki, ölüm, əzab və nəcədən yoğrulmuş tikanlı bir güldür. Bunun tikanı olmasa, gülü də özlətirdiyindən məhrum olardı. Yenə ona istənərək xalq şairi, Nəbi Fəzli deyirdi ki, bu necə dünyadır, anlamıram mən. Cilvəsi cürbəcür, rəngi cürbəcür. Dünən nəfəsiyle səni isidən, bugün buza dönüb, daşa dönübdür. Bu necə dünyadır? İnsan oğlunun xəyalı göydədir, özü yerdədir. Sağ ikən çiynində həyatın yükü, öləndə cəsədi çiynlərdədir. Bu necə dünyadır, bu necə dünya? Ölümü həqiqət, həyatı rüya. torunların o nəfəsi, mahnılarda yaşar bizim babaların ayak səsi. Bəli, babalarımızın ayak səsi, qəhrəmanlıq zamanəsi yaşadan dərin bir adı daşıyan Turan elindəyik. Salamlayıram hər birimizi. Çox sağ olun ki, ilk dəfə 100 illik və bağlı şəklimizdə tədbirlər olsa da, şəkillər kənarda ilk tədbirin qonağı. Eliniz, obanız var olsun. Mən mətbuatda çalışıram da, televiziyada da, bu yurda vaxtaşırı gəlmişim. Bu yurdun əmək adamlarıyla, ziyalılarıyla, qəhrəmanlarıyla, elə musiqi məşqləri, bu məşqləri
insanların ömür kitabı ise daha mənalı olur, daha rəngarəng olur. Bizim tanıdığımız Bəxtiyarın həyat yolu ise həyat kitabı ise daha rəngarəngdir. Bəs Bəxtiyar Vahabzadə kimdir? Bəxtiyar Vahabzadə 1925-ci il Avqustun 16-sında dünyaya göz açıb Şəki şəhərində fəhlə bir ailədə fəhlə. Bu uşaqlar arasında, gençler arasında sevdə okunan bir poemadır. Bəxtiyar Vahabzadənin vicdan əsəri elə bir ki, insan iki dövrdə ihtiyacı var. Qayğıya, sevgiyə, uşaqlıq illərində, bir qocalıq illərində. Bu hissləri elə bacarıqla ifadə edir ki, onu oxuyanda insan orqanizmi tamam bütünə gəlməyə. Bir tanıyıram mən, qaçıb deyəm özündən düşər. Sən kimsən, sən nəsən, özün bilərsən. Mən iş qaynağında türk olub türkəm. Əgər ana ürəyinə toxunsan, quş yuvasına almasını elə bil. Nə sənsə özün ol, kökündən yapış. Dünənə arxalan, bugündən yapış. Yıxılıb gücünü yerdən al öyrən, sən ayaq üstə möhkəm ol. Cavanın sərvəti hələ övrədir. Qocanın nəyi var, keçmişindədir. Ancaq cəsarətlə addımlayanlar hər şeyi alır yanından. Vətən borcu deyil, biz borcluyuz vətənə.
Maşallah de. İstediği için yaşamak. Kim istediği için yaşayabilir? Adam çok şeyi herkes başa düşüyor. Vaxtında ona hak vermədik. Şimdi baba bıraktı bir tek mən yanımda. Ona hak vermək olmazdı. Əlbəttə, biz öz xeyrimizi düşünüb ona hak vermədik. 60'dan keçən kişiyə nə evlənmək? Elə bu adama nə deyər? Əvvəla kişiyə elə bu yaşda həm də daha çox lazımdır. İkincisi, o qadın dədəm 30 ildir sevirdi. Bizə görə ailəsini atmadı. Anamdan sonra da biz qoymadıq. Bacını niyə demirsən? Əsas məndir, bilirsən, həm də insan qıc olanda uşağı dönür. Ona hər söz tutulur. Səhər qapını arayıb baxdım, gördüm ağlayır. Axı biz ona gözdən ağır söz demirik. Sən və mən ona borc ödəyirik. Bundan başqa nə lazımdır? Borc ödəmək ürəkdən gəlmir, ağıldan gəlir. Hardan gəlməz? Bacıladığımız eləmirik. Biz özümüzdən əvvəlkən borcu deyil, özümüzdən sonrakını isə sevdik. Ne sözdür? Atamıza hörmət, övladımıza məhəbbət. Halk belə deyil. Mən elə hamıya deyirəm. Amma atasına hörmət etməyənlər də var. Deyirsən bizə şükür. Əlbəttə. Haqqısan. Bacın zəng eləmişdi. Nə deyirdi? Kimi soruşurdu? Nə deyəcəyim? Olanı qəribə dünyadır. Həqiqətə sən düşünürsən borcunu. Qız olan məndə demiş ki, atama bir sayda mən baxım. Evdən danış qaldı. Bizimki meydandır. Aferin tabii. Tabii. Sadəcə qız baxar, gəlin yox. Bəsdir. Ablanın səsləri çıxdı, səs verin ona. Xoş gəldin Əjdər əmi.
Qocalara söhbət. Allah qoysa qalxarsan, apararam səni o kibay deyərsən. Heç bir şey gec deyil, balığına bax tutulsa təzədir. Köhnə dostlara mane olmayın. Allah sizdən razı olsun. Allah sənə kötü Delincə öyrənməyə çalışdı, önümüzə baxırlarsan. sağ olsunlar, narazılıq yoxdur. Sən də onlardan oturcan yanımıza. Etibarın borcudur. Yox, borc olmadan məhəbbət bizdən. Allah atana rəhmət eləsin. Quşu gözündən vurdu. O gün onu yolda gördüm, bildiğin kimi deyil. Bildim, necədir? 2 ayda səndən xəbəri yoxdur, özünü qoymağa yer tapır. Bilirəm, onun qəlbinə bələdim. Səhv elədin, bax bu günümdə də sənə o lazım idi. Deyirsən, amma nəsin gəldiyim özümə gördüm. Bir də ondan o bütün ümidini sənə qalır. Gözünü səni düşəcək, Mən səni. ertəsindən qorxdum, uşaqlarla düz açmadım. Ömrüm boyu başıma aşağı salıb işinləmişdim. Başımı qaldırıb göyə baxmağa mazalı olmadım. Sən mənə izin ver. Şəkinin Turan məktəbində Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadə ilə bağlı yığıncağın keçirilməsi, onun xatırlanması son dərəcə ciddi bir hadisədir və məni sevindirdi. Əslində Bəxtiyar Vahabzadə Azərbaycanın bütün məktəblərində öyrədilməlidir, anılmalıdır, onun xatirəsi qeyd olunmalıdır. Bəxtiyar Vahabzadə bütün Azərbaycan şairidir, bütün Türk dünyasının dərdini içində yaşadan bir şair idi, dramaturq idi, elm adamı idi. Mənim həm dostumdur, həm müəllimimdir. Xüsusən Şəkidə onun gərək xatirəsi həmişə uca tutulsun. Çünki Şəkini heç vaxt unutmurdu. Hər yay gələndə, yay tətilində Şəkiyə gedirdi və bəzən Şəkidən mənə də zəng vururdu, məni də dəvət edirdi. Bəzən görürdüm bir ürəyinə yatan bir yazım çıxan kimi zəng vururdu ki, dur gəl Şəkiyə. Yaxınlığı, uzaqlığı nəzərə almadan gəl səni gözləyirəm. Gedirdim və son dərəcə maraqlı söhbətlərimiz olurdu. Bəxtiyar Vahabzadə Stalinin deməli o repressiyalarla dolu rəhbərlik illərindən sonra SSR-də nisbətən belə liberallaşma dövründə vəziyyət biraz sakitləşəndə Azərbaycan ədəbiyyatında başlanan o buzların əriməsi deyirlər. Buzların əriməsi dövründə yaşayan və o dövrdə bir növ köhnə stereotiplərdən çıxan, yeni bir ədəbiyyatımıza, şeirimizə yeni nəfəs gətirən şairlərdən və söz adamlarından biridir. Ona görə də onun Gülüstan poeması ilə başlayan bir vətəndaşlıq poeziyası məktəbi Azərbaycanda öyrədilməlidir, uşaqlar bunu bilməlidirlər. Bəxtiyar Vahabzadə həm müəllimdir, universitetin müəllimi, həm də şeirləri ilə bir müəllim, bir universitet yaratmışdı və onun şeirlərində Azərbaycanın gəncləri bir vətəndaşlıq kursu keçirdilər, vətəndaşlıq dərsi keçirdilər. Bu da son dərəcə önəmlidir. Bəxtiyar Vahabzadənin şeirləri gəncləri müstəqilliyə, Azərbaycanın bütövlüyünə kökləyən, ora hazırlayan şeirləridir, onun şeirləri və poemaları. Ona görə də 1988-ci ildə ermənilərin torpaq iddialarına qarşı xalq ayağa qalxanda ilk sıralarda gedənlərdən biri Bəxtiyar Vahabzadə idi. Əslində xalq ayağa qalxmaq sözü özü burada şərtlidir. Çünki o xalqı ayağa qaldıran elə Azərbaycan ədəbiyyatı idi. Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin şeirləri, onunla yanaşı Xəlil Rza Ulutürkün, Məmməd Arazın şeirləri və onlardan sonra gələn yeni ədəbiyyatçılar nəsli əslində Azərbaycanda vətəndaşlıq duyğularının güclənməsində
vətən şuurunun, millət şuurunun, milli şuurun güclənməsində ciddi rol oynamışlar. Ona görə bugün əgər Azərbaycan müstəqildirsə, 30 ildən artıqdır, Azərbaycan bir dünyada müstəqil dövlət kimi tanınır və öz gücü ilə işğal olunmuş torpaqlarını azad edibsə, bütün bunlarda həm də bizim ədəbiyyatımızın ciddi rolu var. Ona görə ədəbiyyat yalnız bədii söz, yalnız belə deyək ki, bədii əsər deyil. Ədəbiyyat həm də son dərəcə ciddi ictimai-siyasi hadisədir və onun məktəblərdə onun öyrədilməsinə daha ciddi yanaşılmalıdır. Təkcə dərsliklər yox, dərsliklərdən əlavə kitabların oxunması uşaqlarımızın taleyində, ümumiyyətlə bir vətəndaş kimi böyüməsində ciddi rol oynaya bilər. Bəxtiyar Vahabzadə ilə dostluğumla, onunla deyək ki, ünsiyyətdə olduğum günləri indi xatırlayanda hamısı və görürəm ki, nə qədər ciddi bir ədəbiyyat adamını itirmişik, nə qədər böyük bir vətəndaşı itirmişik və mən həmin illərdən qürur duyuram, sevinirəm ki, biz ondan həm də müəllimim olsa da, həm də yaxın dost olmuşuq. Və yadıma gəlir ki, hərdən deyirdi ki, Sabir, deyəsən axı, bu ölkədə yanan millət üçün yanan azdır, elə deyəsən bir neçə nəfərik, o cümlədən biri sən, biri mən. Biz bu qədər yaxınıdıq və doğrudan da vətən üçün, millət üçün yanırdı və mən də sevinirəm ki, həmin yoldayım. Qəşəm Nəcəfzadə, şair, əməkdar, mədəniyyətçisi. Bəxtiyar Vahabzadə Azərbaycanın ictimai fikir tarixində, ədəbiyyatında, poeziyasında müstəsna rolu olan böyük bir sənətkardır. Onun yubileyi gəlir qarşıdan, 100 illik yubileyi gəlir və mən Bəxtiyar müəllimi tanıyırdım, onun söhbətlərinə qulaq asmışam, şeirlərindən həmişə bəhrələnmişəm və təsəvvür edəndə ki, Bəxtiyar Vahabzadənin 100 yaşı var, çox qəribə bir şəkildə heyrətlənirəm ki, doğrudan da bu illər nə tez keçdi. Bəxtiyar Vahabzadə həmişə Azərbaycanın mənafeyini müdafiə eləmiş və Azərbaycanda milli azadlıq hərəkatının öncüllərindən olmuş. Azərbaycanın müstəqillik qazanmasında böyük fəaliyyətlər göstərmiş, ədəbiyyatımızı həmişə inkişaf etdirmişdir. Onun elmi məqalələri, poemaları, publisistikası, onun Səməddin haqqında yazdığı dissertasiyalar, məqalələr bugün Azərbaycan elminin önündə dayanır. Bu Gülüstan poemasına görə çox böyük əziyyətlər çəkmişdi və o poemada Azərbaycanın ikiyə parçalanmasını ürək ağrısı ilə poetik bir dillə yazmışdı. Bunu heç kəs cəsarət etməzdi. Bunu Bəxtiyar Vahabzadə etdi və başı bəlalar çəksə də bugün xalqımızın ən böyük fikir zirvəsində dayanır. Ulu öndərimizlə onun yaxın dostluğu və ulu öndərimizin onu həmişə müdafiə etməyi, qorumağı və Azərbaycan dövləti ilə Azərbaycan ədəbiyyatının dostluğu kimi səslənir bugün də və bir nümunə kimi gələcək nəsillərə göstərilir. Bəxtiyar Vahabzadə poetikanın, poeziyanın həmişə önündə dayanmışdı. O bütün şiirlərini bədii, poetik şəkildə yazmışdı. Bəzi görürsən ki, şairlər olur, publisistikaya yuvarlanırlar, elmə yuvarlanırlar, ancaq Bəxtiyar müəllim həyatı boyu şair kimi qaldı. Hətta onu bir dostluq şarkısı da yazmışdılar ki, alim Bəxtiyarı, şair Bəxtiyar qatlayıb dizinin altına alar. Və Şəki torpağı böyük torpaqdır, böyük duhaları yetirmişdir, böyük şəxsiyyətlər yetirmişdir və Bəxtiyar Vahabzadəni bütün dünya Şəki torpağı bəxş eləmişdi. Mən Şəki Turan Qəsəbə Məktəbinin müəllim kollektivini, şagirdlərini mən Bəxtiyar Vahabzadənin gözəlliyi münasibəti ilə təbrik edirəm və arz edirəm ki, onlar həmişə Bəxtiyar müəlliməni öyrənsinlər. Nəinki Şəki rayonu, Azərbaycanın, bütün Türk dünyasının insanları Bəxtiyar Vahabzadədən öyrənməlidir. Bilmirəm, siz fikir vermişsiniz ya yox, Türkiyənin Cumhurbaşkanı Erdoğan həmişə Bəxtiyar Vahabzadənin şeirlərini əzbər deyir. Bu böyük bir saadətdir Azərbaycan xalqı üçün ki, o bir istiqlal şairinin şeirləri Türkiyə prezidentinin dilində əzbərdir. Və bütün Türk dünyasının böyük simasıdır Bəxtiyar Vahabzadə. Bəxtiyar Vahabzadə bugün də var, sabah da, yarın da həmişə Rəsulullah demişkən Bəxtiyar Vahabzadə də onun ön sıralarında olacaqdır. Mən Bəxtiyar müəllimi şəxsən tanıyırdım
söhbətlərimiz olub. Mən bütün yaradıcılığımda nə qazandığım uğurlar varsa, bugün müasir Azərbaycan ədəbi prosesini, bütün uğurları Bəxtiyar Vahabzadəyə məşğuldur. O böyük müəllim idi. O böyük bir ustad idi. Bu Azərbaycanın ədəbiyyatının klassikidir. Bəxtiyar Vahabzadə daim öyrəniləcək, tədqiq ediləcək və onun gözəl ədəbi nümunələri gələcək nəsillərə uğurla çatdıracaqdır. Mən sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Bəxtiyar Vahabzadə 20-ci əsrin ikinci yarısının və 21-ci əsrin əvvəlinin Azərbaycan şeir sənətində böyük rol oynamış, böyük yer tutmuş, ən sevilən, ən bəyənilən, ən oxunan şairlərinin başında gələnlərdən biri. Bəxtiyar müəllimin özünü tanımaq, şəxsiyyətini tanımaq, onunla oturub söhbət eləmək, onun nəfəsini duymaq, suallarına cavab vermək, daha doğrusu suallarını cavablandırması bir insanı, bir gənci, bir şəxsiyyəti, bir aydın adamı daha da aydınlatır. Mən şəkilləri qısqanıram. Niyə? Çünki Bəxtiyar mənim şəkilidir. Və hər şəkili böyük qürur hissi ilə, böyük fəxrlə Bəxtiyar bizimdir deyə bilir. Bugün sizə müraciət edirik, sevgili gənclərimiz. Sizlər də şəkilisiniz. İrsiniz, sizin nəsliniz, sizin sənətə, şeirə olan sevginiz böyükdür. Çünki şəki Azərbaycanın ən istedadlı yerlərindən biridir. Şəkidən çıxan aktyorlar, şəkidən çıxan tamaşalar, şairlər, sənət adamları az deyildir Azərbaycanda. Və Azərbaycan sənətini süsləyən insanlardır. Bəxtiyar mənim haqqında saatlarca danışmaq olar. Mən xatırlayıram Bəxtiyar müəllimin Şəkidə olduğu zamanlarda teatra gəlib gənc aktyorlarla, bizlərlə, o zaman teatr, yəni də o biri teatrlara rəğmən daha yeni idi. Biz 76-cı ildə teatr açıldı və teatr açılandan sonra Bəxtiyar müəllim zaman-zaman gəlib gənclərlə görüşürdü. Mən dəqiq bilirəm ki, Sadıq Murtuzayev o zaman Şəki rayonunun birinci katibi idi. Bəxtiyar müəllimin də ona böyük təsiri olmuşdu. Bəxtiyar müəllimin də Şəki teatrının açılmasında bir sözü var idi. Sadıq müəllim özü bir başqa aləm idi və Şəki teatrının yaradıcısı, təməlini qoyan, onun yaranmasında imza atanların başında gələn birincisi idi. Mən bilirəm ki, Bəxtiyar müəllimlə Sadıq müəllimin iki oxuyan, iki dərin bilgili adamın arasında olan söhbətlər Şəki teatrı haqqında, yaranması haqqında necə olub? Mənim xəbərim var ondan. Bəxtiyar müəllimin xatırlayıram, şəxsən mənimlə. Heç bir zaman boş qoymazdı gənc aktyorları, gənc yaradıcı insanlara. Xatırlayıram, 84-dür, 86 idi, bu illərdədir. Siz məndən yaxşı bilərsiniz, filmləri siz izləyirsiniz. Oradan buradan filmi çəkilmişdi, televiziya filmi çəkilmişdi. Birinci yarısından sonra evə zəng gəldi. Anam telefonu götürdü, Bəxtiyar müəllim idi. Anamla bir yalan olmasa bir 5 dəqiqə, 6 dəqiqə söhbət elədilər. Anam daha çox susurdu, deyildi, çox sağ olun Bəxtiyar müəllim, təşəkkür edirəm. Sonra məni istədi. Orada Salman